Rusiyada müharibənin əleyhtarı olan şəxslər var. Yəni bu şəxslər də məhz həm Putinin siyasətinə qarşıdırlar, həm də ümumilikdə müharibənin davam etməsinə qarşıdırlar. Yəni burada əsasən azsaylı xalqlardan, yəni federal subyektlərin vətəndaşlarından söhbət gedir ki, bilirsiniz artıq həmin insanlar müharibənin davam etməsindən beziblər. Çünki bu müharibə olduqca yorucu bir müharibədir və ciddi şəkildə resurs itkisinə səbəb olur Rusiyada. Xüsusilə də Kreml müharibədən istifadə edərək azsaylı xalqların kütləvi şəkildə müharibə meydanlarında, yəni Ukrayna cəbhəsində demək məhvinə şərait yaradır. Yəni əsasən azsaylı xalqlardan insanlar Ukraynaya aparılır və cəbhədə istifadə olunur həmin insanlardan. Məsələn, təxminən bir il öncə Şimali Osetiyadan ağsaqqallar Respublikanın yerli rəhbərliyinə müraciət etmişdilər ki, Osetiyadan ümumilikdə gənclərin aparılmaması barəsində Rusiya rəhbərliyinə belə deyək ki, xəbərdarlıq etsinlər ki, yəni Osetiyadan artıq gənclər aparılmaz. Digər respublikalarda da var. Nə baş verir? Çünki həmin bölgələrdə artıq gənclər demək olar ki, sayı azalıb, yəni yoxdur. Yəni insanları kütləvi şəkildə aparırlar, səfərbərliklə cəlb edirlər müharibə meydanlarında və insanlar da artıq getmək istəmir və bu müharibənin onlar üçün bir mənası da yoxdur. Yəni çox olduqca mənasız bir müharibədir. Ola bilər ki, yəni bunlar kimlərdir? Ukrayna ilə birlikdə vuruşmaq istəyənlər, öz yaxını, qohumları müharibə meydanında həlak olmuş insanlardır. Yəni bunlar ola bilər ki, artıq yaxınları müharibədə həlak olub. Yəni bu da belə deyək ki, bunun günahkarı kimi Rusiyanı görür, Rusiya hökumətini görür və gedir Ukraynada birlikdə Rusiyanın indiki hakimiyyətinə qarşı vuruşur. Yəni orada da insanlar dərk edirlər ki, əslində bu müharibənin mahiyyəti imperiya maraqlarına xidmət etməkdir. Putin bu müharibəni ona görə edib ki, hal-hazırki Rusiyadakı sistemi ayaqda saxlasın. Yəni bu realdır. Çünki bu sistem faktiki olaraq müharibə ilə bəslənən sistemdir. Necə ki, bu sistem Çeçenistan müharibəsindən quruldu 21-ci əsrin əvvəllərində ki, üzü həmin Çeçenistan müharibəsindən bu yana davamlı şəkildə müharibələr artıq Çeçenistanda müharibə bitdi, Gürcüstanda müharibə başladı. Bunlar bizim uşaqlıq dövrlərimizə düşür, sizin də mənim də, ancaq prosesləri izləmişik, yəni görmüşük həmin prosesləri. Çeçenistandakı müharibə bitdikdən dərhal sonra Gürcüstanla münaqişə başlandı, artıq orada sakitçilik olduqdan sonra. Müəyyən qədər demək Rusiya-NATO münasibətlərində gərginlik yaşandı, daha sonra Ukrayna prosesləri. Yəni bu proseslər davamlı şəkildə gedir və bu sistem məhz müharibə ilə bəslənir. Buna görə də yəni bu mübarizə əslində ki, insanlar gedib Ukrayna ilə birlikdə vuruşmaq istəyirlər və yəqin ki, gedənlər də olub. Yəni FSB-nin belə deyək ki, o caynağından çıxıb Ukraynaya gedib Rusiyaya qarşı vuruşan şəxslər herhalde olub. Yəni ola bilər ki, bir neçəsini yaxalasınlar, amma bu şəxslər mən istisna etmirəm ki, olsun. Bu əslində sistemə qarşı bir mübarizədir. Rusiyada hal-hazırki sistemə qarşı olan bir mübarizədir. Çünki yaxşı başa düşürlər ki, bugün buradadır müharibə, sabah burada müharibə bitəcək, yenidən başqa yerdə mənasız bir müharibə başlayacaq. Və bu da sadəcə olaraq imperiyanın maraqlarına xidmət edən bir amildir. Bunun başqa bir adı yoxdur. Yəni bu Ukraynada gedən müharibənin Rusiyanın sadə xalqına heç bir aidiyyatı yoxdur və Kremlin təbliğatçıları da bunu izah edə bilmirlər ki, xalqa. Bu müharibənin mənası nədir? Nəyə görə Rusiya Ukraynaya girib müharibə edir? Nəyinə lazımdır ki, Rusiyanın Ukraynaya girib orada torpaq davası edir. Bu ciddi resurs itkisidir və rentabelli deyil. Yəni bir var ki, tez bir zamanda prosesi həyata keçirəsən və həm canlı qüvvən, həm də ki, silah təminatın az olar. Bir də var ki, həm canlı qüvvəsi məhv olur kütləvi şəkildə, həm də silah resurslarına görə ciddi itkiyə məruz qalır. Yəni bu, orada ərazini azad etmək Rusiya üçün sərfəli deyil, işğal etmək əraziləri. Rusiya üçün çox da sərfəli deyil. Buna görə də bu insanlar da fikirləşirlər ki, öz yaxınlarını nəyə görə orada müharibədə itirməlidirlər. Və bu, səfərbərlik prosesi davamlı şəkildə davam edir. Yəni, Müdafiə Nazirliyinə, məsələn, Putin tərəfindən tapşırıqlar verilib ki, artıq, məsələn, qış əməliyyat planı hazırlanır. Qış əməliyyat planına yeni canlı qüvvələrin gətirilməsi məsələsi var. Bilirsiniz, bu biabırçılıqdır. Şimali Qafqaz Respublikalarında xüsusilə, mən onu vurgulamaq istəyirəm.
Artıq gənclər yoxdur. Bu ciddi şəkildə demoqrafik böhrandır. Bunu Kreml bilmirmi? Bilir. Çox yaxşı da bilirlər. Bunu bildikləri üçün ona görə edirlər ki, Rusiya Federasiyasında rusların, yəni Rus millətindən olanların sayı çoxalsın. Baxın, burada millətçilik siyasəti tətbiq olunur. Necə ki, vaxtilə Sovetlər İttifaqında millətçilik siyasəti tətbiq olunurdu və bu siyasət SSR-nin axırına çıxdı. Soyuq müharibə dövründə filan bilirsiniz ki, Sovetlər dövlətində bir millətçilik siyasəti tətbiq olunurdu. Sonra biz bunu Qarabağda artıq yenidən o separatçılıq hərəkatı başladığı dövrlərdə də biz şahid olduq. Eyni zamanda bu millətçilik hərəkatı hansı ki Ukrayna müharibəsində Rusiya Federasiyası hökumətinin sərgilədiyi həmin o millətçi mövqe baxın federasiyanın axırına çıxa bilər. Yəni Rusiya hakimiyyəti bunu hesablamır. SSR-nin həmin o belə deyək ki, o vəziyyətindən nəticə çıxarmaq istəmirlər. Bu da onlara əlbəttə ki, çox baha başa gələcək hadisədir.